Minimum əmək haqqı artımından sonra bir sıra müavinət və təqaüdlərdə artımlar qeydə alınmaqdadır. Sfera az məlumat verir ki, bu haqda Milli Məclisin deputatı Vüqar Bayramov məlumat verib. Onun sözlərinə görə bu ildən artımların reallaşdığı təqaüdlərdən biri də peşə hazırlığına cəlb edilmiş şəxslərə ödənilən vəsaitlərdir. Millət vəkili nəzərə çatdırıb ki, məşğulluq haqqında qanuna əsasən Azərbaycanda peşə hazırlığına cəlb edilmiş şəxslərə minimum əmək haqqının 50% məbləğində təqaüd verilir. 2025-ci ilin yanvar ayından minimum əmək haqqı 325 manatdan 400 manatadək yüksəldiyindən bu təqaüd məbləği də artırılıb. 2025-ci ilin yanvar ayından minimum əmək haqqı 325 manatdan 400 manatadək yüksəldiyindən bu təqaüd məbləği də artırılıb. Belə ki, əvvəllər həmin vətəndaşlarımıza ödənilən aylıq məbləğ 162,5 manat isə indi həmin təqaüd artırılaraq 200 manat olub. Bu o deməkdir, peşə hazırlığına cəlb olunmuş şəxslərə verilən təqaüd məbləği 14% artırılıb. Başqa bir sıra təqaüdlərdə artımları ilə bağlı təkliflər hazırda Nazirlər Kabineti tərəfindən hazırlanır. Təkliflərin bu ayın ikinci yarısında dövlət başçısına təqdim edilməsi gözlənilir. Bu o deməkdir, yaxın vaxtlarda bir sıra digər müavinət və təqaüdlərdə də artımlar olacaq.